Aha. Deməli, diaqonalı 11, oturacağın sahəsi 36 olan düzgün paralelepipedin hündürlüyünü tapın. Sonra düzgün paralelipiped deyəndə oturacağı kvadratdır. Və belə. Bu paralelipipeddir. Deməli, diaqonalı 11, oturacağın sayəsi 36-dır. Bunun oturacağın sayəsi 36-dırsa, tərəfləri deməli bunun 6 olacaq da. Bu məlum məsələdir. Diaqonal da deməli neçədir burada? 11-dir. Əvvəlcə edirəm. Diaqonal deyəndə baxın bu qırmızı xəttdir. Buraya yazıram 11. Mən bir də kvadratın oturacağın diaqonalını tapa bilərəm. Oturacağın diaqonalı da baxın buradır. Bu kvadratın diaqonal düsturu D bərabərdir A kök altında 2-dir. Tərəfimiz 6-dırsa diaqonal olacaq 6 kökdə 2. Və biz burada bu düzbucaqlı üçbucağı görürük. Mənə lazımdır hündürlük. Hündürlük dediyimiz yerdə, baxın bu qara ilə göstərdiyim h-dır. Onu da yazıram buradan. H-ın kvadratı üzərinə gəl 6 kökdə 2-nin kvadratı bərabərdir 11-in kvadratına. Bu da h kvadratı üzərinə gəl. 6-nın kvadratı 36, 2-yə vuranda 72. Bu da 11-in kvadratı 121. Buradan h kvadrat bərabər olacaq 49-a, h da olacaq buradan 7. Deməli, hündürlüyümüz 7-yə bərabərdir. Olacaq Y variantı. Əksəri düzbucaqlı üçbucağa gəlir, unutmayın bunda. Hündürlük 12, oturacağın tərəfi 6 və 8 olan düzbucaqlı paralelepipedin diaqonal kəsiyinin sahəsini tapın. İndi baxın belə. Bir dənə paralelipiped çəkirəm. Bunları tamamlayaq yuxarıya doğru. Biraz şəkil səliqəsiz çəkmiş ola bilərəm. Çünki qələm normal tuta bilmirəm burada. Bu oldu paralelipipedimiz. Deməli, hündürlüyümüz 12-dir. Hər yerdə belədir onsuzda. Oturacağın tərəfləri də 6 ilə 8-dir. Mənə lazım diaqonal kəsiyin sahəsi. Mən sizə diaqonal kəsiyini izah eləmişdim ki, diaqonal kəsiyi baxın bu hissədəki bura ilə buranın arasında qalan kəsilmiş hissədir. Göstərim. Və bu diaqonal kəsiyidir. Bizdən soruşur ki, bu mavi yerin sahəsi nəyə bərabərdir? Mən əvvəlcə nə etməliyəm? 6 bura, 8 bura Pifaqor qaydasına görə yaza bilərəm ki, buradan x tapa bilərəm də. Bu da 90-da axı çünki x-in kvadratı bərabərdir 6-nın kvadratı üzərinə gəl 8-in kvadratı. X kvadratı bərabərdir 100 eləyəcək. X oldu buradan 10. Buranı 10 tapdım. İndi bunun s-ini tapanda düzbucaqlının sahəsini tapıram axı. Nə etməliyəm mən burada? S bərabərdir 12 vur 10. Onda yazıram S bərabər 12 vurulsun 10. Cavab eləyəcək. Burada 120. Olur o zaman A variantı. Sonra kompleks əyətlər olarsa x-y hasilini tapın. Qoşmadırlar uşaqlar. Qoşma o deməkdir ki, birinci növbədə biz bu mötərizəni açmalıyıq müxtəsər kimi. Birincinin kvadratı üzərinə gəl. Birincinin ikinciyə vurmasının 2 misli. 1-i vururam 2-yə, 2 misli də 4-i. Plus 2-ni də kvadratı eləyəcək burada 4i-nin kvadratı. Bu da bərabərdir. İ kvadratının yerinə biz mənfi 1 yazanda 1 plus 4i çıxılsın 4 alacağıq. Bu da alınır buradan. Mənfi 3 üzərinə gəl 4i. Qoşma kompleks deyəndə və bunun qoşması i-nin əmsalını dəyişmək deməkdir. Qoşmada yadda saxlayın ki, hər zaman i-nin əmsalı dəyişir. Başqa bir şey dəyişmir. Mənfi 3 çıx 4-i. İndi baxıram. X üstəgəl y-i daxil. Bu x-dir, bu da y-dir. Deməli, x-in qiyməti oldu mənfi 3, y-in də qiyməti oldu mənfi 4. Hasilini soruşur x, y-in mənfi 3-ü mənfi 4-ə vuranda eləyəcək 12. Modulu tapın. Bunu belə deyək də, qoşmasına vurub bölməyə ehtiyac yoxdur. Modul tapanda uşaqlar ayrı-ayrılıqda hamısı modulu tapa bilərsiniz. Burada kök altında 2-nin kvadratı, üzərinə gəl bunun əmsalı 1-dir. 1-in kvadratı. Aşağıda yenə kök altında 2-nin kvadratı, üzərinə gəl əmsal yenə 1-dir, 1-in kvadratı. Sürətlə məxrəci eyni şey olduqlarına görə birbaşa bəri başdan hesablamadan aparıram. İxtisar getsə cavab qalacaq 1. Sonra sual 5-də. Oturacağın tərəfləri 3, 4 olan, aradakı bucaqda 30 olan, yan tildə 5 olan düz paralelepipedin tam setinin sahəsini tapın. İndi belə eləyək də. Düz paralelepiped deyəndə yan tili oturacaq müstəvisinə perpendikulyar. Yəni bildiyiniz, yaşadığınız evin içərisindəki otaqdan söhbət gedir. Bu otaqda bunları birləşdirək. Aha, belə. Deməli uşaqlar, aşağıdakı
Tərəfləri 3 ilə 4-dür. Aradakı bucaq da 30 dərəcədir. Söhbət bu paralelogramdan gedir. Bu məlum məsələ. Sahəni tapanda tam səthdən söhbət gedir. Yanlarla oturacaqları toplamalıyım. Elə bil 4 dənə yanı var. 4 dənə yanı tapmalıyam. Bir də aşağı oturacaqdan yuxarı oturacaq. Qapaqları toplamalıyam da. Birinci oturacağı tapıram. S oturacaq bərabərdir. Oturacaq paralelogramdır. Paralelogramın sahəsi də AB sinus alfadır. 3-ü vururam 4-ə 12. Sinus 30 dərəcənin qiyməti də 2-də 1-dir. Bu eləcək 6. Deməli, aşağının da, yuxarının da sahəsi 6-ya bərabərdir. Mənə lazımdır yan səthin sahəsi. Hündürlüklərimiz 5-dir. Baxın, bura 5-dir. İndi 3-ü 5-ə vuranda bu yan eləyəcək 15, bu yan da eləyəcək 15. Çünki qabaq-qabağa bərabərdir. Sonra bir də mənə ön tərəf lazımdır. Ön tərəflərdə də 5-i vurmalıyam 4-ə, eləyəcək 20. Deməli, bu arxa tərəflə bu ön tərəfin sahəsi 20-dir. Onda tam səth tapanda 6, 2 dənə 6 var, elədi 12. 2 dənə 15 var, eləyəcək 30. 2 dənə də 20 var, eləyəcək 40. Bunların hamısını toplayanda eləyəcək 82. Olacaq C variantı. Sonra kubdan söhbət gedir. Kubun tam səthi olacaq 6 üzü var deyə 6 kvadratı. Bərabərdir 66-ya. Buradan A kvadratı bərabər oldu 11-ə. Məndən yan səthi soruşur. Yan səthinin sahəsində 4 dənə tərəf var deyə 4A kvadrat olacaq. A kvadratın cavabı 11 isə burada yerinə 11 yazıram. Onda S yan bərabər olur. 4 vurulsun 11. Cavab eləyəcək 44. Yəni C variantı. Gəldik bura. Belə misallarda hər zaman yadda saxlayın ki, nəyi soruşursa o ifadənin açılışını yazmaq lazımdır. Loqaritma 3 əsasdan 18-i ayırmalıyam. Yazıram loqaritma 3 əsasdan 18-i yazaram 9 vurulsun 2 şəklində. Vurmanı da ayırıb toplamaya çevirə bilərəm. Yazıram bir dəfə loqaritma 3 əsasdan 9, bir dəfə də loqaritma 3 əsasdan 2 bərabərdir. 9-u mən yaza bilərəm 3-ün kvadrat şəklində. 3 əsasdan 3-ün kvadratı. Bunu dairəyə almalıyım qüvvəti. Üzərinə gəl loqaritma 3 əsasdan 2. Və bərabərdir. Bunlar geçsələr qalacaq orada 2. Üzərinə gəl. Uşaqlar, bizə verilib 2 əsasdan 3. Amma biz burada görürəm 3 əsasdan 2-dir. 2 əsasdan 3 A-ya bərabərdirsə, 3 əsasdan 2 A-nın tərsi, yəni 1 böl A-ya bərabərdir. Variantlarda belə bir şey yoxdursa, deməli ortaq məxrəcə gətiriblər. Məxrəc A qalır. A-nı vururam 2-yə, olacaq burada 2A, bir də var plus 1. Cavab olacaq o zaman B variantı. Sonra tənliyin köklərinin hasilini tapın deyir. 0,2 yaz. Mən 0,2-ni yazıram 5-də 1. Üzərində 1 plus 2x minus x-in kvadratı. 25-də yazıram 5-in kvadratı. Təzədən 5-də 1-i 5 üstündə mənfi 1 yazsam, mənfi yuxarıya vurulacaq, hamısının şərəsi dəyişəcək. Kvadratdan başlayacaq. Mənfi x kvadratı olacaq müsbət x kvadratı, müsbət 2x olacaq mənfi 2x, müsbət 1 olacaq mənfi 1. Bərabərdir 5-in kvadratına. Aşağılar bərabərdir. Atıram, üstləri bərabərləşdirirəm. X-in kvadratı çıxılsın 2x, çıxılsın 1 bərabərdir 2-yə. Buradan x-in kvadratı çıxılsın 2x, çıxılsın 1, çıxılsın 2 bərabər 0-a. Buradan da x kvadrat çıx 2x minus 3 bərabər 0. Köklərinin hasili sərbəst həddə, yəni mənfi 3-ə bərabərdir. Olacaq C variantı. Axşama xeyir Zülfüqar. Toydan sonra nə var? Deməli, kompleks ədədini vuruqlara ayırmalıyam. Uşaqlar, vuruqlara ayırmaq üçün müxtəsərə gətirmək, çıxartmaq lazımdır. Onda belə yazıram. A kvadratı üzərinə gəl. Bu 4B kvadratı var ha. Onu gör neyniyəcəm mən indi. Kompleksə gətirmək üçün I kvadratı əlavə edirəm ora. Yazıram belə. A kvadrat çıxılsın 4B kvadrat I kvadrat. Bu şəkildə. Onda yazıram belə. A-nın kvadratı çıx. Bunların hamısını kvadrat şəklində göstərsəm 2BI deməkdə. Mötərizənin kvadratı. Bunu da bir dəfə toplayacağıq, bir dəfə çıxacağıq. Bir dəfə A çıxılsın 2BI. Bir dəfə də A üzərinə gəlinsin 2BI olacaq. Olur o zaman B variantı. Cəbri şəkildə göstər deyir. Cəbri şəkildə göstərmək üçün əvvəlcə bunları ortaq məxrəcə gətirə bilərəm. Ortaq məxrəc bunların hasili olacaq. 1 çıx 2i, 1 üstəgəl 2i. Yazıram 1 çıx 2i, vurulsun 1 üstəgəl 2i. Çarpaz vuracam. 3 üstəgəl 2i-ni vurmalıyam 1 üstəgəl 2i-yə. Plus 2 çıx i-ni də vurmalıyam 1 çıx 2i-yə. Bu misallarda diqqətli olun. Bunlar biraz baş qarışdırıcı olur. İ hərfindən bir rəqəmi adam qarışdıra bilər.
Bərabərdir. Məxrəc qoşmadılar. 1-i 1-ə vururam 1, 2-ni 2-yə vuranda -4-nin kvadratı eləyəcək. Yuxarıda 3-ü vurdum 1-ə 3. Plus 3-ü vurdum 2-yə oldu 6i. 2i'ni burada vururam 1-ə eləyəcək plus 2i. 2i'ni 2-yə vuranda eləyəcək 4i'nin kvadratı. Sonra plus. 2'ni vurdum 1'e 2. 2'ni vurdum mənfi 2i'ye. Oldu mənfi 4i. 2'ni vurdum 1'e. Oldu mənfi i. i'ni vurdum mənfi 2'ye. Oldu mənfi, daha doğrusu müsbət 2i'nin kvadratı. Bərabərdir. Deməli aşağıda qalacaq 1 üstə gəl 4 eləyir bura. Yəni 5. Yuxarıda baxıram nələr var, nələr yoxdur. 3. Gəlin birinci i olmayanlara baxaq. 3. Bir də 2. Bu bizə verəcək 5. İ hərfi olanlardan. İndi 6i müsbət, 2i müsbət oldu 8i. 8i'dən çıxan 4i'ni qalır burada 4i. 4i'dən də bu i'ni çıxanda qalacaq 3i. Buraya yazıram artıq plus 3i. İ kvadratlarına baxıram. 4i kvadratı, 2i kvadrat. Olacaq burada 6i kvadratı. Bu da bərabərdir. Aşağıda 5 qaldı. Yuxarıda i kvadratının yerinə mənfi 1 yazıram. Olur onda 5 üzərinə gəl 3i minus 6. İ kvadratının yerinə mənfi 1 yazırıq çünki. Burada mənfi 1 yazanda 1 çıx, 4 vur mənfi 1. 4'ü mənfi 1'ə vuranda qabaqdakı mənfiyə görə müsbət 4 eləyir. Qabaqda da 1 var, toplayanda 5 elədi məxrəc. Yuxarıda 5'dən çıxıram 6'nı, qalır mənfi 1. Burada 3i bölünsün 5. Bunu da ayrı-ayrı yazıram. Mənfi 5'də 1, bir də 5'də 3i. Harada var baxın. Mənfi 5'də 1, bir də 5'də 3i. Gördünüzmü? Olacaq C variantı. Bərabərlik olması üçün yadda saxlayırsınız ki, i hərfi olanların əmsalı bir-birinə bərabərdir. İ hərfi olmayanlar da bir-birinə bərabərdir. İ hərfi olmayan 2'dir. Bərabərin sağında i hərfi olmayan y-dir. Başqa varmı? Yoxdur. Deməli, elə y-in özü bərabərdir 2'yə. İndi i hərfi olanlara baxıram. İ hərfi olan burada bu qırmızı xətt qoyduğumdur. Bir buradır, bir də buradır. İləri nəzərə almayın ha. Burada yazıram 3'ü x'i bərabərdir. Burada yazıram 5x'i. Bir də mənfi 2y. Hamısında i var deyə gediriklər. i-in yerinə 2 yazıram burada. Olur o zaman 3x bərabərdir. 5x çıx. Bura 2 yazanda 2 dəfə 2 4 eləyəcək. Buradan 3x çıx 5x bərabərdir mənfi 4'ə. Bu da mənfi 2x bərabər mənfi 4'ə. X bərabər oldu müsbət 2'yə. Əlimdə x-in qiyməti, y-in qiyməti var. Toplayıram. 2 üzərinə gəl 2. Cavab eləyəcək 4. İ-nin qüvvətlərini uşaqlar hər zaman 4'ə bölürdük. 40'ı 4'ə böləndə qalıq qalmır deyə 0 yazıram. Üzərinə gəl olacaq. Çünki mənfinin cüt dərəcədən qüvvəti müsbət verir. İ-nin üzərində 42'ni 4'ə böləndə qalıq 2 qalır deyə bura 2 yazıram. İ-nin üzərində 0 bizə 1 verir. İ kvadratda yenə bizə mənfi 1 verir. 1 çıx 1 olacaq 0 C variantı. Gəldi indi bura. Bərabərlik ödənsin deyə i hərfi olanları bir-birinə bərabərləyəcəm. I hərfi olmayanları bir-birinə. I hərfi olmayan 2x-dir, i hərfi olmayan 6-dır. Deməli 2x bərabər olacaq 6-ya, x bərabər oldu 3-ə. I hərfi olanlar. Burada i hərfi var, amma əmsalı 1-dir də, mənfi 1. Mənfi 1 də bərabərdir, bax buna. X üzərinə gəl y-ə. X-in yerinə burada 3 yazmalıyam. Mənfi 1 bərabərdir, 3 üzərinə gəl y. Buradan da mənfi 1 çıx 3 bərabər y-ə. O da mənfi 4 eləyəcək. Mənə lazımdır x çıx y. Yəni 3 çıx mənfi 4. O da toplama verir. Cavab olur 7. Köklərindən biri x1 4 çıxılsın 3 i-yə bərabərdirsə, avtomatik digər kökümüz olacaq 4 üzərinə gəl 3 i şəklində. Bunu yazdıq. İndi yadda saxlayırsınız ki, belə misallarda bir dəfə tənliyin köklərinin cəmini tapırsınız. Bir dəfə tənliyin köklərinin hasilini. Toplamasını eləyirəm. 6, 6, 4 ilə 4 toplayanda 8, mənfi 3 ilə müsbət 3 gedəcək. Həmişə bunun əksi götürüləcək. Tapdığını əksini axtaracaqsın cavablarda. İndi vurmasına baxıram. x1 vur x2 bərabər. 4'ü vururam 4'ə 16. Mənfi 3 ilə müsbət 3-yə vuranda mənfi 9 ilə kvadratı eləyəcək. Bu da yerinə mənfi 1 yazsam 16 üstə gəl 9 eləyəcək. Bu da oldu 25. Tənliyi quranda x-in kvadratı 8'in əksi olur mənfi 8x, 25'in də özü. Bərabər 0. Bu da olacaq C variantı.
Sual 15-də ifadənin qiymətini tapın deyir. Bu tipli ifadələrdə qüvvət şəklində yazıram. 8-i yazıram, 2-nin kubu dairəyə alıram. 25-i yazıram, 5-in kvadratı dairəyə alıram. Vur olsun. Loqaritma 5 əsas qaldı. 32-ni yaza bilərəm 2-nin üstündə -5. 32-də 1 olduğuna görə. İndi buradan uşaqlar bərabərdir. Qarşıya çıxır kəsirdə 3-də 2. Vur olsun. Buradan -5. Buradan fikir verirsinizmi? Və bu 5 ilə 5 gedəcək, 2 ilə də 2 gedəcək. Heç nə, cavab burada yazdığım qaldı. O da olacaq -3-də, 5-i 2-yə vururam 10. Cavab olacaq -3-də 10, yəni B variantı.